Qarabağ Universitetinin yaradılmasından 2 il ötür. Bu münasibətlə Ali Təhsil Ocağında tədbir keçirilib. Ətraflı sıradakı sujetdə. Möhtərəm Prezidentimiz 2023-cü ilin 28 noyabr tarixində Qarabağ Universitetinin yaradılması ilə bağlı tarixi bir sərəncama imza atıb. 2 illik yol keçdiyimiz bu dövrdə Möhtərəm Prezidentimizin davamlı dəstəyini görür bu universitet. Qarşımıza qoyulmuş strateji hədəflərə çatmaq yolunda inamla addımlayırıq. Xankəndidə yerləşən Qarabağ Universitetində 300-dən artıq əməkdaş çalışır. 2000-dən çox tələbə təhsil alır. Universitet kampusu 3 tədris və yaşayış binalarından ibarətdir. Burada müxtəlif ixtisaslar tədris olunur. Bu gün isə universitetdə əsl bayram havası yaşanır. Ali Təhsil Ocağının 2 yaşı qeyd olunur. Qarabağ Universitetinə təhsil almaq bir gəncə üçün ən böyük qürurdur. Mən Beynəlxalq Münasibətlər Fakültəsi oxuyuram. Ölkəmizi xarici ölkələrdə təmsil etməyi düşünürəm. Tarix müəllimliyi ixtisası üzrə 1-ci kurs tələbəsiyəm. Çox qürur verici bir hissdir buralarda oxumaq. Universitetimiz gündən-günə inkişaf yolunda qədəm qoyur. Burada oxumağım özüm üçün də bir qürur verici hissdir. Burada da işləmək də istəyirəm, qalmaq da istəyirəm. Turizm ixtisasında daxil olan tələbələr öz təhsil səviyyəsi ilə öz imkanlarını daha geniş, yüksək səviyyədə göstərmək istəyəndədirlər. Və əminəm ki, bu universiteti bitirdikdən sonra Qarabağ regionunun turizm nöqteyi nəzərindən inkişafına böyük töhfə verə biləcəkdir. Prezidentin sərəncamı ilə bu il Qarabağ Universitetinin klinikası da yaradılıb. Klinika tibb ixtisasları üzrə təhsil alan tələbələrin peşəkar hazırlığını təmin edəcək, burada elmi tədqiqatlar aparılacaq. Region əhalisinə tibbi xidmət göstəriləcək. Bu uğurlar universitetin yaranması münasibəti ilə təşkil olunan tədbirdə də xüsusi vurğulandı. Tədbir çərçivəsində Qarabağın bədii irsini əks etdirən rəsm əsərləri təqdim olundu. Qarabağ Universitetinin İncəsənət Fakültəsinin müəllim və tələbələri qonaqlara klassik və milli musiqi nümunələri təqdim etdi. Qeyd edək ki, Qarabağ Universiteti 1969-cu ildə Xankəndi şəhərində yaradılmış Azərbaycan Pedaqoji İnstitutunun binasında fəaliyyət göstərir. Qarabağ Universitetinin yaradılmasında məqsəd regionun sosial-iqtisadi ehtiyaclarına uyğun, yüksək ixtisaslı kadr yetişdirmək, tarixən mövcud olmuş təhsil ənənələrini yaşatmaqdır. Səadət Ayazqızı, Habil Məmmədov, Əhməd Məmmədov, ATV Xəbər, Xankəndi.